Rinoplastika əməliyyatı hansı yaşda edilə bilər? Burnumuzun sümük və qığırdaq inkişafı qızlarda 16 yaş, oğlanlarda isə 17 yaşda olur. Bu yaşdan sonra artıq əməliyyat etmək olar. Amma yaş təkcə meyar deyil. Mənim üçün pasiyentin psixoloji hazırlığı da önəmlidir. Çünki burun estetikası təkcə burnun xarici görünüşünü dəyişmir, eyni zamanda pasiyentin özünü necə hiss edəcəyinə də təsir göstərir. Buna görə də əməliyyat öncəsi həkim pasiyentlə əməliyyatdan gözləntisi və bu gözləntinin nə qədər real olduğunu araşdırmalı və ətraflı danışmalıdır. Əgər pasiyent emosional və psixoloji olaraq əməliyyata tam hazır deyilsə, belə bir halda əməliyyatı gözləməyi məsləhət görürəm. Çünki rinoplastika üçün təkcə skeletin formalaşması deyil, eyni zamanda psixoloji hazırlıq da vacibdir.